maraqlı deyil sənin uğurun. Niyə utanırsan ki onu? Başa düşmədim o tərəf. Qısqanclıq, paxıllıq, ailədəki problemlər. Sən bunu mənə heç danışmamısan. Bəzən mənə deyir ki, Nazlı, hərdən nəfəs al. Əgər ancaq pul düşünürsən və başqa heç bir şey düşünmürsənsə, o zaman hə. Sən nə danışsan burada? Nazlı ağlayırdı orada. Səbəbini açıqlamaq istəmirəm. Məni pis oxuyursan mənim Instagramımı, sister. Bax, tutdum səni. Nazlı, Getdik. let's go. Şəkərburay Sisters'ın növbəti epizoduna xoş gəlmisiniz. Welcome back. Welcome back. Siz bu günləri podkastımızın, intervyu deyil, podkastımızın mövzusu nə olacaq? Müzakirə mövzusu. Bugün danışacağıq bu yaxınlarda getdiyimiz event haqqında və oradakı key speaker haqqında. Səsimiz ümidvarıq ki, eşidilir. Bugün çox gözəl bir tədbirdə olduq. Mel Robins'e baxmağa gəlmişdik. Əgər tamaşaçılarımızın arasında Mel Robbins kimdir deyə sualının cavabını bilməyən insanlar üçün sən nə deyərdin? Mel Robbins kimdir? Mən deyərdim ki, bu çox normaldır əgər tanımırsınızsa onu. Biz də tanımırdıq. Biz də bir neçə ilə qədər tanımırdıq. Pərviz hələ də Mel Robbins deyəndə deyir ki, Mel Gibson. Mel Robbins'i mən tanımışam podcastindən. Sonradan onun yazdığı kitab haqqında çox eşitmişəm. Let Them. Mən də onun haqqında podkastlardan öyrənmişəm. Daha sonra LinkedIn-də onu follow eləyirdim uzun müddət. Instagramda onu follow eləyirəm. Bir-iki dənə podkastına qulaq asmışam. Onun kitabı haqqında da oxumuşam, kitabını da oxumuşam. Bir dəqiqə. Bir-iki dənə podkastına qulaq asmışam, amma heç inanmıram. Sən 100% Allah bilir. Deyim niyə bir-iki dənə deyirəm? Qadınların apardığı və yalnız qadınları deyil, amma qadınları dəvət elədiyi podkastları çox da xoşlaya bilmədim. Çünki sanki bir-birlərinin üzərindən danışırlar. Mən bunu ingilis dilindən translate edirəm. Speaking over each other, talking over each other. Bir-birlərinin sözlərini kəsirlər. Çox da yəni belə qarğa bazarına oxşayan bir şey oldu. Ona görə qulaq asdım. Bir-iki dənə podkastı, biri yadımdadır. Oprah'nın coachu ilə idi. Çox xoşuma gəldi, amma yenə bir-birlərinin sözlərini kəsdiyi üçün axıra qədər qulaq asa bilmədim. Və yaxud da qulaq asdım, amma sonunda düşündüm ki, it was the last time, sonuncu dəfə idi ki, qulaq asıram. Amma ümumilikdə Mel Robbins'i çox bəyənirəm. Və onun şousunu görəndə ki, Houston'da olacaq, Houston'a gələcək, heç düşünmədən qızlar qrupuna yazdım ki, qızlar biz ora getməliyik. Nazanın ideyası idi ki, gedək. Mən də fikirləşdim ki, mən Mel Robbins'a çox qulaq asmışam, kitabı haqda kifayət qədər eşitmişəm. Orada nə baş verəcəkdə, yəni maraqlı nə olacaq, disappoint olmaqdan qorxurdum. Amma o birisi tərəfdən də bilirsən ki, bu Amerikadır da, yəni burada şounun atası, anası, hər şey ola bilər. Hər cür şou düzəldirlər, yəni bilirsən ki, onun üzərində güclü bir komanda işləyir və yəni narahat olsaydım da, o bir tərəfdən bilirdim ki, it's not gonna disappoint. Mən isə gedəndə əslində son bir neçə ildə özümə yeni bir qayda qoymuşam. Əvvəllər hər hansısa bir tədbirə, məclisə, kimisə qulaq asmağa gedəndə o insan haqqında o insandan çox böyük bir gözləntilərim var idi. Mən mütləq ondan nəsə öyrənməliyəm, çox mənə ağıl bir şeylər danışmalıdır. Nəsə belə də unreal bir expectationlar qoyurdum özümə. Amma son bir neçə ildə bunu biraz dəyişmişəm. Artıq düşünürəm ki, kimi də olsa bir fikir belə ağlımda qalsa o tədbirdən, o artıq yetərlidir. Bunu kitablara da apply eləyirəm. Məsələn, oxuduğum kitablardan artıq çox böyük bir gözləntilərim yoxdur. Özümdən gözləntim yoxdur ki, mən o kitabı oxuyanda hər şey yadımda qalmalıdır. Düşünürəm ki, bir fikir belə beynimdə qalsa, mənə faydalı olsa, o da yaxşıdır. Necə gözəl yanaşmadır, çox qəşəng yanaşmadır. Belə yanaşmayla artıq özündən də pressure götürürsən. O insandan da, qarşıdakindən də pressure götürürəm. Və Mel Robbins'e gedəndə də eyni fikirlə gedirdim ki, gedəcəm, nəsə danışacaq. Əgər bir fikir belə oradan beynimdə qalsa, artıq klass, əla, super, faydalı oldu deməli mənim üçün. Qızlara yazdım ki, qızlar gəlin gedək. Və beləliklə biz bu şouya getdik. Qızlar da əlbəttə ki, dəstəklədi. Sağ olsunlar, mənə yox demirlər. Hər
belə macəralar açıq, adventurous ideyalarım. Hərdən düşünürəm ki, məndən bezirlər. Bir qrupumuz var, göndərirəm onlara ki, qızlar bura getməliyik, ora getməliyik. Və Şəms bəzən mənə deyir ki, Nazə, hərdən nəfəs al, yaşamağa imkan ver. Mel Robbinsda xoşuma gəldiyin məqamlardan vurğula. Nə xoşuma gəldi? Nə xoşuma gəldi? Mel Robbins əslində motivational kimdir Mel Robbins? Mel Robbins motivational speakerdir, podcasterdir, authordur, yazıçıdır. Sən bilirdin ki, onun ilk peşəsi ümumiyyətlə hüquqşünas olub? Lawyer olduğunu bilirdim. Podcastlardan eşitmişdim, lawyerdir. Sonra show aparıb, talk show aparıb və o qadında sevdiyim, yəqin ki, son vaxtlar ümumiyyətlə insanlarda dəyərləndirdiyim storytelling bacarığıdır. Hansısa bir hekayəni danışmaq, o hekayəni satmaq bacarığı. Məndə hər şey son vaxtlar hekayələrə gəlir. Orada gedəndə fikirləşirdim ki, yəni bu qadın gedəndə yox, daha doğrusu event bitəndən sonra nə xoşuma gəldi. Yəni qadın gəlib sənə motivational, inspirational, transformational, şınıl şeyləri demirdi. Qadın, yəni qadının uğuru onun yerinə danışır da. Yəni 10 milyondan çox kitab satıb. Amma qadın gəlib mən necə zoram, mən necə bombayam danışmır. Gəlir öz failure'larından danışır, öz uğursuzluqlarından danışır. Öz paxıllığından, keçirdiyi paxıllıqlardan danışır, ailəsində uşaqları ilə, yoldaşı ilə olan problemlərdən danışır və mənə elə gəlir ki, yəni sırf mənim üçün son zamanlar bundan böyük selling point yoxdur da. Hər hansı bir uğurlu insan varsa qabağımda, mənə maraqlı deyil sənin uğurun. Mənə maraqlıdır ki, sən nə qədər uğursuzluqlar yaşamısan və yenə də ora çatmısansa, onda yəni bu mənim üçün doğrudan da uğura gedən yolda nə qədər failure'ın olub, razıyam. Düşünürəm ki, bu güclü insanların xüsusiyyətidir. O ingilis dilində çox gözəl bir söz var, vulnerability. Heç rus dilində də onun tərcüməsini çox sevmirəm, uязвимость deyirlər. Azərbaycan dilində heç bilmirəm onun təcrübəsi nədir, amma biz buna baxmalıyıq. Google Translate, ChatGPT hər yerdən araşdırmalıyıq və mən də insanlarda bu xüsusiyyəti hal-hazırda çox sevirəm və bəyənirəm və düşünürəm ki, bu insanların əslində gücüdür. Əgər sən vulnerable ola bilirsənsə, gəlib öz alınmayan məqamlardan danışa bilirsənsə, öz zəifliklərindən danışa bilirsənsə, bu sənin gücünün göstəricisidir. Və Melda onu çox bəyəndim. O çox böyük insan qarşısında, yəni orada bilmirəm neçə min insan var idi. Çox rahatlıqla o uğursuzluqları haqqında, failure'lar haqqında belə danışırdı. Öz qızı ilə olan münasibətlərində, yoldaşı ilə olan münasibətlərində, dostları ilə olan münasibətlərdə, dostlarına qarşı olan o qısqanclıqlar, paxıllıqlar haqqında özünün, yəni demirdi ki, mənim dostlarım mənə qarşı paxıllıq hiss eləyir, qısqanclıq hiss eləyir. Özünün onlara qarşı hiss elədikləri fikirlərdən danışdığı üçün çox belə valeh idim. Ona baxırdım belə, deyirdim, wow, belə insanlar həqiqətən də cəlbedicidir. Digərlərinə təsir eləyə bilirlər öz hekayələri ilə. Məncə, məhz sırf Amerikada və Amerikan culture-ında sevdiyim də məhz odur. Burada insanlar vulnerable olmaqdan çəkinmirlər də. Mənə elə gəlir ki, Azərbaycanla Amerika mühitini compare eləsək, müqayisə etsək, mənə görə ən böyük fərqlərdən biri də budur. Mən yəni generalize eləmək istəmirəm, ümumiləşdirmək istəmirəm. Amma mənə elə gəlir ki, o qədər dürüst, o qədər keçdiyi problemləri danışan və bunu adlandıran, qısqanclıq hisslərindən tutmuş paxıllıq hissinə kimi, yəni uğurlu olan insan, mənə elə gəlir ki, Azərbaycan cəmiyyətində onu həm də bəlkə də o qədər yaxşı qarşılamaz da. Heç yaxşı qarşılamaz. Ki sən uğurlu insansan, sən gəlib burada uğurlarından danışmalısan. Sən nə danışsan burada? Qısqanclıq, paxıllıq, ailədəki problemlər. Amma yəni burada Amerikada sevdiyim şeylərdən biri də odur. Yadında biz Jane Fonda'ya da getmişdik. O qadın da yəni universal bir qadındır.
she's a force, amma onun da gəlib danışdığı sırf onun həyatında çətinlikləri, necə hələ də özünü bağışlaya bilmir ki, o qızına necə bir ana olub və s. və sən başa düşürsən ki, bu qabağındakı insana sənin compassion nədir? Sostradaniya. Çatçusu sostradaniya. Yanaşırsan, amma mənə də gəlir ki, çünki auditoriyada onu başa düşür və qəbullanır. Amma sən bilsən ki, auditoriyada sən boynuvu alsan ki, mən pis ana olmuşam, sənə də desələr ki, üstünə də 5-ini qoysalar, onda sənin heç onu yəni danışmağa o environmentində olmaz. Səncə düşünürsən ki, Mel Robbins kimi, Jane Fonda kimi insanlar heç vaxt o qınaqla rastlaşmayıblar? 100% rastlaşıblar və onun rastlaşmağı, yəni o qınağa baxmayaraq yenə də onu deməyə davam eləyiblərsə və artıq bu qədər, sən demiş, minlərlə insanın qabağında bunu deyə bilirlərsə, o onların 100% gücündən danışır. Amma dediyim odur ki, in general mənə də gəlir ki, burada ona daha cəmiyyət yanaşır, nəinki cəmiyyətin çoxluğu burada həqiqətən də açıqdır eşitməyə. Çünki hər birimiz, yəni əyrə oturaq düz danışaq, hər birimiz müəyyən əziyyətlərdən keçirik, müəyyən çətinliklərlə üzləşirik. Amma bizə hər zaman nə deyirlər böyüyəndə ki, sən güclü olmalısan, sən nə bilim uğurlu olmalısan, sən yalnız bir tərəfi göstərməlisən. Amma heç kəs bizə demir ki, sənin o birisi tərəfində var, o da sənsən. O çətinliklərlə üzləşən də, o ağrılardan keçən də sənsən. Amma o tərəfi sanki gizlətməlisən, çünki ayıbdır, olmaz göstərmək, uğurlu insan belə danışmamalıdır, belə deməməlidir. Ona görə də göstərəndə o şeyləri hər kəs reflekt edə bilirdi. Hər kəs relatable özünü hiss edir o hekayəyə. Şounun xoşuma gəldiyi tərəflərdən o idi ki, danışdığı hər bir hekayəni səhnədə canlandırırdılar. Məsələn, onun hər səhər oyandığı fikirləri səhnədə canlandırırdılar. O necə yataqda uzanıb hansı fikirlərlə oyanır, onun hamısını göstərirdilər. Sonra necə qonşuların qapısını gedib döyürdülər, onu da göstərirdilər. O izqlaska как смотришь insanı necə görürsən, onu belə göstərirdilər və sən özünü o hekayənin içərisində, hekayənin bir parçası olaraq hiss eləyirdin. Düşünürəm ki, o da Amerikanın güclü tərəfidir. Sən vurğuladığın məqam, yəni bunun arxasında böyük bir komanda işi var və yalnız yəni xanım çıxıb orada danışmadı da, bunu bütün izləyiciləri sanki o hekayənin içərisinə saldı, onun bir parçası elədi. Çox gözəl idi o. 2 saat yarımlıq bir event idi, 2 saat yarımlıq tədbir idi və təsəvvür eləsək ki, biz o 2 saat yarımı Mel nəsə danışır, sənə həyatı başa salmaq istəyir və s. Əminəm ki, orada çoxları çıxıb gedəcəkdi. Yəni burada o da var ki, nəyisə bəyənmirsənsə çox rahat çıxıb gedə bilərsən, yəni sona kimi oturmalı deyilsən. Amma hər kəs sona kimi oradaydı, çünki doğrudan da bir hekayəni danışırdı və mən əminəm ki, bunu çox rahatlıqla deyə bilərəm ki, hər orada olan bir insan özünə aid nələrsə tapdı orada. İstər dostluqda olsun, istər ailədə olsun, istər evladı ilə olan münasibətdə olsun. Yəni hər bir insan orada özünə uyğun nəsə tapdı və Nazı ağlayırdı orada, qızlar ağlayırdı, Nika da ağlayırdı. Bu səfər nəsə mən ağlamadım. Sən ağlamadın, mən çox pis ağladım. Belə zır ağlayırdım. Amma çox gözəl. Hansı məqam ağlayırdı? Niyə ağlayırdı? Öz qızı ilə olan münasibətlərini danışanda orada çox ağlayırdım. Səbəbini açıqlamaq istəmirəm. Ən sevdiyim tərəfi də o sondakı olan an oldu. Sonda xahiş elədi ki, hər birimiz vərəqdə istədiyimiz bir şeyi yazaq. Və bu əslində coaching texnikasıdır. Sadəcə olaraq istədiyimiz şey deyildi. Deyirdi ki, əgər pul qazanmaq kimi çətinliyin olmasaydı, yəni məcburiyyətin olmasaydı, sən nə ilə məşğul olardın? Və bu bir coaching texnikasıdır. Mən də onun müştərilərimdən istifadə edirəm. Nə vaxt ki, gəlirlər, deyirlər, mən bilmirəm həyatda nə ilə məşğul olmaq istəyirəm. Və bu texnikanı hər kəs tövsiyə eləyir ki, əgər pul qazanmaq kimi bir məqsədin olmasaydı, sən nə ilə məşğul olardın? Çünki həmin an sənin həqiqi istəyin, həqiqin nə ilə məşğul olmaq istəyirsənsə ortaya çıxır. Və hər kəs öz istəyini oraya yazdı. Sən demək istəyirsən nə yazmışdın?
Mən demək istəyirəm, amma çox utanıram. Mən utanmıram. Sən dedin, mən dedim. Bilirsən niyə utanıram? Çünki o sualı da mənə verəndə mən başa düşdüm ki, mən digərlərinin cavabını oxuyanda orada elə bil o sualı verirlər, hərəmiz öz cavabımızı yazırıq və dəyişirik. Onunla dəyişirsən, bununla dəyişirsən, axırda itirirsən sən kimin vərəqi səndədir. Və mən açıb oxuyanda başa düşdüm ki, mənim o logical tərəfim yenə də sönməyib. Mən fikirləşirəm ki, mən bu ilə məşğul olmaq istəyirəm, pul şey olmasa, amma yenə də bunun sonunda hansısa bir pul dayanır. Yəni bu sırf xeyriyyəçilikdən gələn bir istək deyil. Mən yazmışdım ki, mən terapevt kimi öz praktisim olmağını istəyirəm və bununla məşğul olmaq istəyirəm. Niyə utanırsan ki onu? Başa düşmədim o tərəfini. Çünki orada istər-istəməz hansısa bir maddi sonuc var da. Amma onların yazdıqları, məsəl üçün oxuyanda başqalarının yazdığı biri deyirdi ki, mən istəyirəm itlər üçün ev açım və başa düşürsən ki, bu insan bunun doğrudan da maddiyyat tərəfini sıfıra bağlayıb sadəcə itlər üçün ev açmaq istəyir. Nə bilim. Sənin istəyinin sonucu olaraq maddiyyat ola bilməz. Yəni mütləq olmamalıdır, sıfıra bərabər olmalıdır. Məncə onun sualı o idi ki, yəni maddiyyatı heç düşünməsən, nədir sənin eləmək istədiyin? Amma sən terapevt ola bilərsən də. Yəni o demək deyil ki, sən mütləq şəkildə maddi tərəfini də düşünürsən. Səncə sənin terapiyanda heç olmayacaq maddi tərəfi olmadan sənin yanına gələn müştərilər və sən onları qəbul eləmək istəyirsən, onlara kömək eləmək istəyirsən, elə bir müştərilərin olmayacaq? Ola bilər olsun, amma yenə də sonucda hansısa bir maddiyyat var. Sən də görüm nə yazmışdın? Mən yazmışdım ki, mən Balidə yaşamaq istəyirəm. Mən sadəcə səndə bax misal üçün o amma o xeyriyyəçilik deyil axı. Maliyyə ilə bağlı heç bir şey yoxdur orada. Yəni sadəcə mən orada yaşamaq istəyirəm. Məndə elə bil ki, yenə də o logical bir şeydir ki, bunu eləmək istəyirəm, amma sonunda bir hansısa maddiyyat var da. Yəni sırf maddiyyatdan kəsilən bir şey yazmaq istəyirdim mən ora oxuyanda. İndi yaxşı olsaydı, yenə imkanı olsaydı yazmaq nə yazardın? Problem də odur. Problem də odur ki, bilmirəm. Mən nə bilim, mən problem görmürəm onda ki, bunun sonunda səndə maddiyyat var. Çünki bu sadəcə bir varlıqla sən ona niyə fokuslanırsan ki? Bu normaldır ki, sən hər hansısa bir praktika edirsən və bunun sonunda bunun müqabilində, öz əməyinin müqabilində pul alırsan. Sən pul üçün bunu eləmirsən axı. Pul üçün olsaydı sən fərqli şeylər yaza bilərdin ora. Mənə gəlir ki, onun bir hissəsi pul üçündür. Pul üçündür. Ona görə. Amma sən pul üçün hal-hazırdakı peşəni də istifadə edə bilərsən, amma istifadə eləmirsən axı. Deyirsən ki, ona qalsa pul üçün o qədər ki, şey istifadə eləyə bilərik. Yəni mənə də gəlir ki, o sualın məğzi odur ki, yəni o equationda pul ümumiyyətlə yoxdur. Mənə gələn kağızda yazılmışdı ki, mən də 2 yer açmaq istəyirəm. Orada var axı. Bəlkə o pulsuz da 2 yer açacaq. Bəlkə sən də pulsuz praktika. Mən pulsuz praktika eləməyəcəm. Amma sən hardan bilirsən? Sən indi hal-hazırda o insanın yerinə fikirləşib yazırsan da. You never know, you never know. Mən yazmışdım ki, mən Balidə yaşamaq istəyirəm. Nə gözəl bir. Hə, prosta belə öpürəm sizi, okeanın qırağında yaşayıram və həyatımdan həzz alıram. Yəni dediyim də o da ki, Naza, o insanların yazdığı mənə də gəlir ki, çox American mindset-lə yazılmış bir şeydir. Yəni sırf charity-dən gələn mən ancaq verirəm. Alan tərəf deyiləm. Amma mənim yazdığımda mən verirəm də, alıram da. Sən yazdığında mən alıram. Məsəl üçün mən bunu yaşamaq istəyirəm. Amma mənə də gəldi ki, o pet foster care-də də, o daycare-də də onlar sırf verən tərəflərdir. Necə yəni o daycare-də o servis verir, onun müqabilində pul alır. Sən də servis verirsən, onun müqabilində pul alırsan. Mənə gəlir ki, o pulsuz eləmək istəyir o daycare-də. Ya da yox da, Amerikada yaşayasan pulsuz daycare eləsən. Sual odur ki, deməmişdi. Sən onu hal-hazırda mailin yerinə fikirləşib yazırsan. Niyə sual odur ki, pul o pressure yığışdırmaq üçün o sualı verir. O coachingdə də, o texnikada sadəcə o pressure yığışdırmaq üçün ki, sənin pulun var, heç bir çətinliyin yoxdur, pul qazanmaq kimi bir məcburiyyətin yoxdur. Sən nə ilə məşğul olmaq istəyirsən? Və sən deyirsən ki, mən terapevt olmaq istəyirəm. İnsanlara kömək eləmək istəyirəm. O deyil cavab. Yaxşı, hal-hazırda sənə yenidən o sualı verirəm. Mən də deyirəm ki, mən bilmirəm pul cavabı. Yoxdur. Pul qazanmaq kimi. Mən də deyirəm ki, travel eləmək istəyirəm. Super. Pul qazanmaq istəyim yoxdur da travel eləmək istəyirəm. Okay. Nə gözəl. Amma yəni dediyim odur ki, pul qazanmaq məcburiyyətim yoxdur.
Mən getdim kəfəl eləməyə də. Yəni məndə budur. Məndə o deyil ki, pul qazanmaq məcburiyyətim yoxdursa gedəcəm Afrikaya ac qalanlara kömək edəcəm. Yaxşı, niyə olmalıdır ki? Yox, mən demirəm olmalıdır. Deyirəm ki, ətrafımdakılardan onu gördüm və o məni çox belə warm elədi içimi ki, necə böyük qəlbli bir İnsanlar var, əlbəttə ki, var. Çox gözəl dedin, amma bu o demək deyil ki, sənin qəlbin balacadır. Nəysə. Yaxşı. Oğlanlar çox deyirdi ki, qırğın salın. Nə? Qırğın salın, reyting qalsın. Qırğın düşdü. Qırğın düşdü. Mən səninlə burada razı deyiləm. Həqiqətən düşünürəm ki, yəni heç bir problem yoxdur ki, əgər sən nəsə eləmək istəyirsən və bunun sonunda pul varsa, bu çətinlik deyil. Əgər ancaq pul düşünürsən və başqa heç bir şey düşünmürsənsə, o zaman hə. O zaman mən səninlə deyirəm ki, sister, something is wrong here. Amma bu normaldır. Sən nəsə edirsən və bunun müqabilində nəsə alırsan. Jane Fonda'dan danışdın. Jane Fonda əslində gedəndə mən bilmirdim heç kimdir Jane Fonda. Onda da Nazlı sağ olsun, mən deyən kimi deyir, bilmirəm kimdir, amma gedək. Amma gedək. Çox təsirləndim. Başqa kimin şousuna gedərdin, kimin tədbirinə gedərdin ki, qulaq asasan fikirlərini? Jane Fonda'ya məsəl üçün çox istəyirdim, ona getdik. Mən başa düşürəm ki, məndə daha çox belə yaşlı yəqin ki, insanlardır. Çünki onlar özlərini belə prove eləmək kimi bir, elə bilirəm ki, məcburiyyətləri artıq yoxdur. Özlərini kiməsə təsdiq eləmək kimi və həyatlarını çox belə sərbəst, azad şəkildə yaşaya bilirlər. Elələrindən başqa, deyim də sənə, kimi istəyərdim? Eckhart Tolle'yə getmək istəyərdim. Bilmirəm, o kimdir? O spiritual liderdir daha çox. Onu mən postpartum, Fidan doğulandan sonra oxumağa başlamışdım. Onun kitabları mənə çox kömək eləyirdi postpartumda. Həmçinin Gabo Mate, ona çox istəyərəm qulaq asmaq. Ona mən də gedərdim. Çox istəyərdim ona qulaq asmaq. O da elə bilirəm ki, mənə postpartumda 2 insan çox kömək elədi və onlar o ikisi idi. O necə maraqlı məqamdır. Bəzi insanlar var ki, onlar sənə kömək eləyir, amma sənin heç varlığından xəbərləri də olmur ki, sənə necə təsir eləyir, necə onların podkastları, fikirləri, yazıları, necə sənə kömək eləyir, amma sənin onların heç xəbəri də olmur bu haqda. Düzdür. Başqa sevdiyim podkastdan biri Julia'dır. Soyadını indi yadıma sala bilməyəcəm, amma ən sevdiyim podkastdır da. Wiser Than Me. Orada sırf yaşlı qadınlar gəlir, danışır və o bir aləmdir. Yəni, onlara qulaq asmaq. Sən bunu mənə heç danışmamısan. Mən sənə danışmışam. Mənə heç nəsə yadıma gəlmir bu vaxt. Çox maraqlıdır, gərək gedim araşdırım. Hə, onlara mütləq qulaq asarsan. Bizimkilərdən, məsəl üçün Azərbaycanlı qadınlardan məni çox belə inspire eləyən Leyla xanımdır. Leyla Novruz. LinkedIn-də baxa bilərsiniz. O da career coachdur. Leyla xanım illərlə BP-də çox yüksək vəzifələrdə olub, ekspat olaraq başqa ölkələrə rəhbər kimi göndərilib və sonradan korporativ həyatdan gedib öz career coaching biznesini yaradıb. Mən də ondan bir neçə dəfə keçmişəm bunu. Leyla xanım, если вы нас смотрите, sizə salamlar. Yəni o qadın da mənim üçün Amerikanların yaxşı sözü var. How to move through life. Həyatını burada hərfi tərcüməsi yəqin yaşamaqdır, amma yəni həyatda necə davranırlar, necə keçirlər bu insanların, yəni həyat fəlsəfəsi mənə çox maraqlıdır. Sən kimlərə istəyərdin qulaq asaq? Gözəl sualdır. Mən gedərdim Matthew McConaughey-yə. Matthew McConaughey-nin ümumiyyətlə yəni o şey deyil də, keynote speaker deyil, yoxsa Onun məncə çox maraqlı həyat fəlsəfəsi var da. Yəni o özünə məxsus həyat fəlsəfəsi olan insandır. Ona gedib qulaq asmaq istəyərdim və həqiqətən başa düşürəm ki, hal-hazırda dünyanın elə yerində yaşayıram ki, mən ona maksimal şəkildə yaxınam da. O Austin-dədir, mən Houston-da 2 saatlıq aralığımızda fərq var və mütləq şəkildə gedəcəm İnşallah və gedək. siz də gedəcəksiniz. 100%. Mən də sevirəm Matthew McConaughey-ni. Matthew McConaughey-ə gedəcəm. Bizim universitetdə dərs deyir.
ora getmək istəyirəm. Sonra düşünürəm ki, əgər nə vaxtsa Steven Barrett, The Diary of CEO gəlsə, ona da qulaq asmaq istəyərdim, amma başqa perspektivdən. Yəni podkastları necə eləyir? Bu ümumiyyətlə bunu necə yaratdı da? Birdən-birə onun podkastları belə super popular oldu, çox məşhur oldu. Onun podkastlarına çox fərqli populyar insanlar gəlməyə, məşhur insanlar gəlməyə başladı. Ona qulaq asmaq istəyərdim. Başqa kim? Bura gələndə fikirləşirdim, kimi yenə qulaq asmaq istəyərdim, amma nəsə indi hal-hazırda yadıma heç kəs gəlmir. Amma belə getmək istəyərəm. Operaya yəqin. Opera, точно. Sən mənim fikirlərimi necə oxuyursan? Operaya getmək istərdim qulaq asmağa. Точно. O da podkast çəkir də bu arada. Onun da podkastları çox maraqlıdır. Sonuncu baxdığım onun podkastı bir qadınla idi, hansının ki Kiss Cam-də çəkmişdilər. Harda? Kiss Cam? Как это называется? Где камеру на тебя наводят? Kiss Cam. Kiss Cam. O şeyin Coldplay'in idi konsertində. O qadınla podkast çəkib sonuncu. Bu baxmamısan ona? Oh my god, yox. Mən çox maraqlı. Dedikodular orada var. Sonra nə eventdə nə yadında qaldı, nə xoşuna gəldi. Mənə bilirsən bir moment elə gəlirdi ki, o eventin məğzi bir ana ilə qızın öz münasibətlərini heal eləməyi ilə bağlı idi. Yəni düzdür, bu kitab haqqında danışır. Kitab ümumiyyətlə nə haqqındadır? Biraz ondan danışaq. Ona keçməmişdən o qızla deyirdin. Həqiqətən də bir anda özümü sən necə hiss edin? Elə bir ki, public therapy session'dır. Terapiya sessiyasıdır, amma açıq şəkildə hardakı yüzlərlə, minlərlə insanlar oturur və bunu izləyə bilir. Və ana ilə qız hər biri öz tərəfini danışır. Çox maraqlı idi, çox maraqlı idi. Danış, kitab haqqında danış. Kitab haqqında danışım. Let them theory, let them, yəni necə tərcümə eləyək onu? İcazə ver. İcazə ver. Onlara icazə ver. Onlara icazə ver. İkinci hissəsi də let me. Sonra da deyir ki, mənə icazə ver. Əslində bu yeni bir, yəni təzə bir fikir deyil, təzə bir ideya deyil. Bu radical acceptance, Buddhizm və sairələrdən hamısında deyir ki, yəni nə necə varsa onu bu belədir də. Yəni bunu belə qəbul edirsən və icazə verirsən ki, o baş versin. Biz başqalarının actionlarını, başqalarının hərəkətlərini biz idarə eləyə bilmərik. Onlar özlərini necə istəyirsə elə idarə eləyəcək. Bu let them hissəsidir. Sonra da let me və mən bu halda nə edəcəm? Yəni mən buna nə reaksiya verəcəm, nə seçirəm eləməyi. Kitab ümumiyyətlə yəni bu haqqdadır. Mənə çox yaxındır bu filosofiya. Son zamanlar beynimdə nə fikirləşirəm? İnsanlara I let them, insanlara icazə verirəm, məni sevməsinlər, məni bəyənməsinlər, məni unfollow eləsinlər. Amma bu sizə aid deyil. Siz bizi mütləq subscribe eləyin. Sizə let eləmirik. Siz mütləq şəkildə bizi follow eləməlisiniz. Amma ümumilikdə insanlara məni bəyənməməyi, sərbəst şəkildə bizi demokratik şəkildə, sərbəst şəkildə bizi follow eləyin. Bu bir zarafatı idi. Nazlı birinci epizodda deyirdi ki, sərbəst şəkildə öz şərhlərinizi yazdıra bilərsiniz. Deyirəm Nazlı, bu nə deməkdir? Sonra özümüz baxanda gülürdük ki, sanki insanlara sərbəst deyirlər. Yəni orada oturublar, biz onları icazə veririk. Sərbəst şəkildə kommentariyalarınızı yazın. Zarafat bir yana. İnsanlara icazə verirəm, məni unfollow eləsinlər, məni like eləməsinlər, məni bəyənməsinlər, mənimlə razı olmasınlar, mənə hirslənsinlər. Sonra mənə hər şey icazə verirəm. Hətta son zamanlar fikirləşirəm ki, mən beynimdə hətta onlara icazə verirəm, məni öldürsünlər. Beyinlərində məni öldürə də bilərlər. İcazə verirəm. Bunu birinci dəfə də eşidirəm. Yazmışdım, amma deməli pis oxuyursan mənim Instagramımı, sister. Bax, tutdum səni. Sən də mənə pis qulaq asırsan. Julianı 100 dəfə demişəm, sənin yadında qalmayıb. Yaxşı, bir. Bu 37-ci ad günümdə özümə post yazırdım və orada yazmışdım ki, mən insanlara icazə verirəm, hətta beyinlərində məni öldürsünlər. Belə.
Aha. Yəni bu fəlsəfəni Bu fəlsəfəni son vaxtlar bu il özümə tətbiq eləyirəm. I let them. I let them və mənə çox kömək eləyir çünki bəzi insanların reaksiyalarını çox şəxsi algılayırıq, şəxsi qəbul eləyirik. Ay val, kimsə mənə hirsləndi, kimsə mənə görə как будет обидеться, incidi kimsə məndən, kimsə küsdü. Halbuki mən heç nə eləməmişəm, amma bu insanın seçimidir də. O mənə incimək istəyir, o mənə hirslənmək istəyir. Mən də onlara icazə verirəm. Çox azad edici bir fikirdir. Hissdir. Özü belə çox azad hiss edirsən ki, onlar da insanlardır, mən də onları elə qəbul edirəm. Əslində doğrudan elədir. Yəni necə rahatlaşdırıcı bir fikirdir ki, sənin qarşındakının sənə qarşı hansı hiss keçirdəcəyini, necə davranacağını, yəni bir moment biz fikirləşirik ki, biz nələrsə kontrol edə bilirik də. Əslində isə biz özümüzdən başqa heç nəyi kontrol edə bilmirik. Özümüzlə də bağlı müəyyən bir həddə kimi nələrsə kontrol edə bilirik də. Yəni məncə insanlığın ən böyük elə şeylərindən biri, problemlərindən biri odur ki, niyəsə hansısa bir moment biz fikirləşirik ki, biz bunu da kontrol edə bilərik, onu da kontrol edə bilərik, bizi necə görürlər, onu da kontrol edə bilərik. Halbuki we have zero control over others və bunu qəbul eləyəndə orada kitabda bir neçə dənə nümunə gətirir. Orada danışır ki, mən Mel özündən danışır ki, mən tura gedirəm və fərqli-fərqli şəhərlərdə olmalıyam. Bugün bu şəhərdəyəm, sabah o birisi şəhərdəyəm və mən minirəm təyyarəyə. Təyyarədə arxamda biri başlayır öskürməyə. Və bu öskürəndə ağzını tutmur, düz mənim arxamdadır, elə bil ki, nəfəsi düz mənə gəlir. Deyir, istər-istəməz mən başlayıram qıcıqlanmağa ki, bu indi məni xəstələndirəcək, mən xəstələnəcəm, bu boyda turu mən ləğv eləməliyəm, bu necə baş verəcək? Özümü sakitləşdirirəm, deyirəm, nəfəs al, nə edə bilərsən indi? Çönüb deyə bilərsən ki, xahiş edirəm, öskürəndə ağzınızı bağlaya bilərsiniz. Bir sözsüz ki, mən çönürəm, xahiş eləyirəm. Bu dayanmadan yenə başlayır öskürməyə və bu dəfə acıqcan biraz da yaxın başlayır bunu öskürməyə və deyir, mən bütün əsəbin necə mənim bədənimə gəldiyini hiss eləyirəm. Amma yenə də başa düşürəm ki, burada mənim seçimim var da, mən seçim eləməliyəm ki, mən buna necə reaksiya eləyəcəm və mən nələri əslində kontrol eləyə bilərəm. Deyir, mən nəyi kontrol eləyə bilirəm? Deyir, başa düşürəm ki, bu insan istəmir öskürmək, sözsüz ki, o da xəstədir, ona xoş deyil və s. Amma hal-hazırda bu məni narahat edir və bu insan buna dair heç nə eləmir. Deyir, mən nə edirəm? Qulağıma naushnik taxıram, ağzımı skarfla bağlayıram, əlimi sanitizerlə silirəm və başa düşürəm ki, hal-hazırda mənim eləyə biləcəyim ancaq bu qədərdir və mən bunu qəbullanıram. O da məncə çox qəşəng nümunə idi ki, yəni bəzən sən əslində yenə ona nəsə desən, nə olsa, yəni özüvə başlayırsan artıq vredit eləməyə, özüvə ziyan eləməyə və ona görə hansısa situasiyalarda sadəcə qəbullanıb buradan necə davam eləyə bilərəm sualını verməlisən özünə. Orada bir məqam da xoşuma gəlmişdi. Nazlı orada deyir ki, birinci qəbullanmalı olduğunuz şey life is not fair. Həyat nespravedlivi. Ədalətli deyil. Həyat ədalətsizliklərlə doludur. Deyir, bu çox xırda və böyük bir şeylərlə başlayır. Misal üçün, sizin ailədə başqa bacınız da var, o bacınız sizdən gözəldir. Siz gözəl doğulmamısınız. Siz fərqli ölkədə doğulmusunuz, başqa ölkədə doğula bilərdiniz. Siz hansısa xəstəliklə doğulmusunuz. Siz not functional family-də doğulmusunuz. Bəlkə ümumiyyətlə sizin valideynləriniz yoxdur və düzdür. Bu ədalətsizdir, bu belədir. Yəni həyat sırf o ədalətsizlikləri qəbul eləməklə başlayır. Kimdənsə ailədən qalma var-dövlət var. Kiminsə atasının, anasının çox gözəl münasibəti var, sizdə yoxdur. Kiminsə valideyni daha çox başa düşür, kiminsə uşağı daha başa düşərdi. Yəni həyatın ədalətsizliklərlə dolu olduğunu başa düşdüyünüz gün, onda siz əslində daha güclü olduğunuz gündür.
Yəni siz düşünəndə ki, yox mən başqalarını kontrol eləməklə, nəyinsə dəyişməklə əslində güc alıram. Bu çox yanlış bir fikirdir. Əslində nə vaxt ki qəbul eləsəz onu, onda güc sizin olur və siz Sənin yadındadır ümumiyyətlə. Sorry, sən sözü kəsdim, sən fikri Yox, bitirdin. Sənin yadındadır o an ki, sən həyatında başa düşdün ki, ədalətsizliklər var. ədalətsizliklər var. O qəbullandığın an yadındadır. Yadımda deyil. Deyil. Mən nədənsə o anı çox yaxşı yadımdadır və onu mən ilk dəfə o fikri mənə ilk dəfə Zaur dedi. Aha. O fikri harda eşitmişəmsə, o mesajı harda oxumuşamsa, o mənə mesaj yazırdı o ədalətsizliklər haqqında danışırdıq. O mənə mesaj yazırdı və mən o otağı, o anı çox yaxşı yadımdadır. Zaur yedə. Effekt etmir. Çünki o ana qədər mən düşünürdüm ki, həyat ədalətlidir də. Yəni bir şəkildə hal-hazırda da əgər что-то не так, nəsə düzgün getmirsə, bunun sonunda bir ədalət var. Как говорят, высший ədalət, ali ədalət var və bu mütləq şəkildə düzələcək. Amma o mənə dedi ki, ədalət deyə bir şeyi insanlar kəşf eləyib, fikirləşib, düzüb qoşublar və o əslində yoxdur. Həyatımın şokunu o otaqda. Я помню свою спальню, я была в своей комнате, o otaq yadımdadır, gün işığı necə düşürdü yadımdadır, necə beynimdə həkk olunubsa. Wow, nə maraqlı məqamdır. Məndə elə klik eləyən moment olmayıb ki, bəli, həyat ədalətsizliklərlə doludur. Mənə elə gəlir ki, o belə məndə experience-la, yaşla gələn bir şey oldu ki, okey, həyat belədir, budur, qəbul eləməlisən. What you gonna do about it? Sən buna dair nə eləyə bilərsən? Orada da onu deyir ki, yəni növbəti 30 saniyədə buna dair nəyisə dəyişə bilərsənsə, demək ki, dəyişə bilərsən. Əgər 30 saniyədə heç nə dəyişə bilmirsənsə, demək bu ömürlük belədir və ancaq sənin həyat keyfiyyətinə təsir eləyəcək. Nə qədər gec sən bunu qəbullansan, bir o qədər bu sənin həyat keyfiyyətinə təsir eləyəcək. Bəli, tamamilə razıyam. Yaxşı, mala qayıtsaq, bəlkə də wrap-up eləmək vaxtı gələ bilər. Təbii ki, danışaq. Yaxşı danışaq. Bir praktika xoşuma gəldi və o da coaching praktikasıdır. 5 4 3 2 1 let's go. Əslində 5 saniyə qaydası. 5 saniyə qaydasıdır. Əgər nə isə eləmək istəyirsənsə, amma hər zaman prokrastinasiya eləyirsənsə, yəni ertələyirsənsə, sonra mı eləyərəm, sabah eləyərəm, 1 saat sonra eləyərəm. 5-dən 1-ə kimi sayırsan və durub o hərəkəti eləyirsən, düşünmədən. Çünki ilk 5 saniyədə elədin. Özünü məcbur elədin. Sonra daha çətin olur. Getdikcə daha çətin olur. Ona görə də siz də tətbiq eləyin həyatınızda. Məncə çox gözəl bir qanundur, fikirdir, texnikadır. Niyə gülürəm? Çünki sən bayaqkı Zaur deyirdin, indi istəmədən də bunu da mənə Pərviz öyrədi mama. Deməli biz problemlər şöbəsində işləyirdik və problemli abonentlərlə danışırdıq, müştərilərlə danışırdıq. Və Pərviz çox rahat trubkanı götürüb problemli abonentlərə zəng eləyə bilirdi. Mən amma şikayəti oxuyanda artıq təsəvvürümdə bir şeylər yaradırdım və o trubkanı götürüb zəng eləmək mənə kifayət qədər çətin idi. Nəsə bir gün danışanda deyirəm ki, Pərviz, sən bunu necə eləyirsən də? Yəni sən onu oxuyanda başa düşürsən axı ki, bu sən zəng eləyəcəksən, этот человек сейчас унесет да тебя. On vərişdə mən ona baxdım, götürdüm, yığdım. Yığmadım, o qalacaq orada. Məncə o bilmədən o 5 second rule eləyirdi və ondan sonra hər dəfə mən o oxuyan kimi o şikayəti, Pərvizin sözü yadıma düşüb, dərhal götürüb zəng eləyirdim ki, yəni elədim, getdi. Eləmədim, o bütün günü məni hant eləyəcək və get-gedə daha çətinləşəcək. Overthink eləməyə başlayırsan. Məncə beynin başlayır səni qorxutmağa, o pis ssenariyaları çəkir, beynində şəkilləndirir hər şeyi və səni qorxudur və stagnasiyaya gətirir. Durursan, heç bir şey eləmək istəmirsən. Amma o 5 saniyə qaydası məncə çox superdir. Nəsə eləmək istəyirsənsə, sayırsan 5-dən 1-ə kimi və durub eləyirsən onu. Mel da bunu öz həyatında yataqdan durmaq üçün tətbiq eləyirdi. Çünki həyatının bir dönəmində çox böyük bir problemlərlə üzləşirdi. $800,000 bir borcun altına girmişdilər yoldaşı ilə birlikdə.
və iş axtarmalı idi, həyatını dəyişdirməli idi. Bu illər öncə idi. Ona görə 800 min illər öncə nəzərə alsaq, Lap böyük bir məbləğ idi. Hal-hazırda belə çox böyük məbləğdir, amma o vaxt lap çox böyük məbləğ idi. Və bu yükün altından durmaq üçün o 5 saniyəlik qaydadan istifadə eləyirdi ki, ən azı bir step, yəni bir addım eləsin, yastıqdan dursun və iş axtarmağa başlasın. Başqa kitabdan məqamlar. Mən kitabı oxumamışdım. Yəni kitabdan podkastlardan eşitmişdim kitab haqqında. Amma eventdən sonra o qədər vdохновиться təsirlənmişdim ki, ilhamlanmışdım ki, kitabı dinləməyə başladım. Orada çox sevdiyim sectionlardan biri silent treatment'dir. Və orada o danışır ki, biz müəyyən bir yaşa çatanda fikirləşirik ki, мы взрослые люди. Biz yetkin insanlarıq və reaksiyalarımız və s. Yəni biz yetkin insan. Əslində isə deyir, çoxumuz içimizdə hələ də 8 yaşlı bir uşağıq da, yəni emotional intelligence-a baxsaq. O da deyir ki, və çox uşaqlar özünü də buna aid eləyir. Yəni ona görə o qadını sevirəm ki, yəni deyir ki, mənim də emotional intellektim, nə olsun ki, mən bu qədər kitab satıram, nə olsun bu qədər eventlər edirəm, mənim emotional intelligence-im 8 yaşlı uşağın emotional intelligence idi. Və mən terapiyaya başlayandan sonra, özümə baxandan sonra başa düşdüm ki, nələri nəyə görə eləyirəm. Orada deyir silent treatment, çoxlarımız tanıyırıq belə insanlar və bəlkə elə özümüz eləyik. Hər hansısa bir problemli situasiya olanda biz silent treatment eləyirik. Yəni susub özümüzə getməyi bir növ seçirik də. O da deyir ki, yəni bu ondan irəli gəlir ki, tək o demir də, yəni psixoloqların bunu izah elədiyi, belə deyək, elmin bunu izah elədiyi tərəf odur ki, uşaq olanda bizim hansısa hisslərimizi əgər təsdiqləmirlərsə uşaq olaraq, yəni orada misal gətirir ki, məsəl üçün 8 yaşlı uşaqdır. Bu uşaq Lego istəyir. Mən də valideyn olaraq deyirəm ki, mən sənə bu Legonu almıram. Deyir ki, bu çox normal bir reaksiyadır ki, bu uşaq bundan üzüləcək, məyus olacaq, ağlayacaq, özünü bəlkə yerə çırpdı və s. Bizim də yetkin olaraq eləməli olduğumuz o deyil ki, üstünə qışqırmaq, tez elə dur ayağa, səni ağlayan görməyim və s. Və o da deyil ki, dərhal qaçıb uşağa o oyuncağı almaq. Yetkin bir insan olaraq sadəcə uşaqla danışır. Deyirik ki, mən sənin hisslərimi başa düşürəm, görürəm. Bu normal bir yəni reaksiyadır. Yəqin mən də üzlərdim mən istədiyim şeyi almasaydım. Amma hal-hazırda biz bunu eləyə bilmirik. Və onda uşaq başa düşür ki, mənim hisslərim validdir. Mən bunu istəyirəm, amma bu hal-hazırda olmayacaq. But it's okay. Like this can happen. Amma kimin ki uşaqlıqda o space olmayıb və mənə elə gəlir ki, bu son zamanlardır, yəni bu haqda danışılır, məlumat yayılır. Yəni mənə elə gəlir ki, bütün bizdən öncəki generationların heç birində bu olmayıb. Ona görə o qədərlərimiz, yəni problem olanda bilmirik necə reaksiya verək, çünki öyrənməmişik də bu funksiya. O məqam çox xoşuma gəlmişdi. Çox gözəldir, çox gözəldir. Sən amma silent treatment deyəndə mən nədənsə başqa şey başa düşdüm. Nəsə xoşumuza gəlməyəndə digər insanı, partnyorumuzu məsələn, we treat them silently, yəni səssizliklə onları sanki naказывать как бы cəzalandırırıq. It's part of it. It's part of it. Okay. Bir hissəsidir. Yəni məsəl üçün siz dalaşdınız və danışıb bunu həll eləmək əvəzinə silent treatment. Mən getdim özümə, danışmıram səndən və bir neçə gün sonra gəlirəm ki, bu normal bir yəni heç bir şey olmamış kimi. Çünki həmin anda mən öz emosiyalarımı self-regulate eləyə bilmərəm. Mənim self-regulationum ancaq silent treatmentdə. Razıyam. Hətta iki yetkin insan arasında bunu çox da qorxunc görmürəm, amma valideyn və uşaq arasında belə treatment olanda mənə lap çox pis təsir edir, çox qorxudur. Çünki balaca uşağın dünyasında onun valideyni bir, как сказать, вселенная bir
kainat, bir kainatdır və düşünün ki, sənin kainatın səninlə danışmır. Ona görə bu mənə lap çox pis təsir eləyir. Mənim çox sevdiyim bir qadın var. Ümid edirəm ki, o bizə baxır. Məndən yaşca böyükdür və biz onunla çox yaxınıq. O mənə özü bu haqqda danışırdı. Deyirdi, mən də bir ana kimi özünü çox günahkar hiss eləyirdi və deyirdi, mən bir ana kimi başa düşmürdüm mən nə edirəm və uşaqlarıma silent treatment, yəni danışdırmırdım onlarla, danışmırdım əsəbləşəndə onlara və illər sonra onun uşaqları ona deyirdi ki, bizim üçün ən böyük cəza, bizə elədiyin ən böyük yəni ağrı məhz o anlar olub. O da bunu çox ağrı ilə danışırdı və biz burada hal-hazırda heç kəsi varmaq göstərmirik, biz özümüz də öyrənirik və bunu amma necə bir ana olaraq bunu başa düşmək, bunu qavramaq da məncə çox böyük bir hissəsidir. Razıyam. Hər zaman özümə beynimdə o lampoçkanı yandırıram ki, çünki normaldır da biz də insanıq. Uşaqlarımız da bizi cinləşdirə bilir. Onlar bilirlər ki, knopçki hansı nöqtələrimizə basmaq lazımdır ki, bizi hirsləndirsinlər, hansısa bir reaksiya alsınlar bizdən, amma hər zaman o lampoçka yanır ki, mən eləyə bilmərəm. Hirslənsəm belə ona gərək deyim ki, mən hal-hazırda hirsliyəm, amma danışmalıyam onunla ki, indi danışmaq istəmirəm, amma gəl mənə 5 dəqiqə ver, 5 dəqiqə sonra səninlə bunu müzakirə eləyək, amma mütləq şəkildə müzakirə eləyək və bunu sakitcəsinə, yəni olmamış kimi malalamayaq da, yəni hər bir situasiyanı, hər bir vəziyyəti mütləq şəkildə övladlarınızla danışın. Buradan tövsiyə eləmə imkanımız varsa tövsiyə eləyək ki, mütləq şəkildə danışın, çox vacibdir. Danışılmayan hər bir mövzu, bilmirsən, uşaq hansı beynində hansı yaçeykaya qoyacaq, hansı yerə yerləşdirəcək o məlumatı və sonra onun həyatına necə o əks olunacaq. Düzdür. Razıyam. Yep. Siz də yazın öz təcrübənizi, siz də yazın hansı tədbirlərə gedirsiniz, hansı ağıllı insanlara qulaq asırsınız. Bəlkə biz də özümüzə not alarıq. Onlar da buralara gəlsələr, biz də Bakıda olsaq və yaxud da dünyanın başqa yerində olsaq, biz də mütləq şəkildə ziyarət eləyərik. Sizə də buradan tövsiyə eləyirik. Əgər Mel Robbins sizin ölkənizə, sizin şəhərinizə gəlirsə, mütləq şəkildə gedin, həzz alın. Çünki həqiqətən də elə insanları görmək, onları canlı dinləmək, onların təcrübələrindən faydalanmaq çox yararlıdır, çox faydalıdır məncə. Və yaxud da bəlkə də başlanğıc üçün sadəcə hansısa bir podkastına qulaq asa bilərsiniz, kitabına qulaq asa bilərsiniz. Görün bu fikirlər sizə yaxındırmı, yaxın deyilmi? Yəni heç vaxt dinləməmisinizsə, məncə maraqlı ola bilər onu dinləmək. Biz hətta düşünürəm şey eləyə bilərik. Biz description-da aşağıda link yerləşdirə bilərik. Keçid eləyib Mel Robbins-ə qulaq asa bilərsiniz. Bizdən də buradan Mel Robbins-ə bir fayda olsun. Siz də bizi izləməyi unutmayın. Zəhmət olmasa orada subscribe düyməsini basın. Şərhlərdə öz fikirlərinizi paylaşın. Bizim podkastımızla, bu videoyla digər insanlarla paylaşın. Dostlarınızla, valideynlərinizlə, övladlarınızla da paylaşa bilərsiniz. Danışdıqlarımızdan nə sizə faydalı oldu? Bəlkə hansısa məqamlarla razı deyilsiniz. Bunu da eşitmək çox maraqlı olar. Разысызsa və yaxud da nəsə, если откликается, что вам откликается больше? Hansı danışdıqlarımızda özünüzü görə bildiniz və yaxud da hansısa mövzunu daha dərinə getməyini istəyərdiniz? Gözləyirik. Öpürük sizi. Özünüzə yaxşı baxın. Özünüzə yaxşı baxın. Gələn görüşlərə də.